Salam əziz şagirdlər. 11 may tarixində keçirilən Araz Tədris Mərkəzində sınavın riyaziyyat suallarına baxaq. 5-ci sinifdən başlayaq. 5-ci sinif riyaziyyatda deməli. Birinci sualda bizə deyir ki, 40% onluq kəsiri ilə göstərin. Deməli, biz bilirik ki, ədədin yüzdəlik hissəsi faizdir. Peki. Yaxşı. Onluq kəsirlə göstərdik. Yazırıq %40. %40. Burada sıfırları 10-a ixtisar etsək, qalır 10-da 4. Onluq kəsirdir şəklində də yazdıqda 0,4 A variantı, düzgün variantı. Növbəti 22-ci suala baxırıq. 22-ci sualda bizə bərabər tərəfli üçbucaq verir. Biz bilirik ki, bərabər tərəfli üçbucaq və bütün tərəflər bərabərdir. Bunu da deyir ki, tərəfi 8-dir. Bura 8-dirsə, bura 8-dir, bu da 8 olacaq. Perimetri üçbucağın perimetrinə bərabər olan kvadratın tərəfi neçə santimetr olur? Bunun birinci perimetrini tapırıq. Bunun perimetrini necə tapırdıq? A üstəgəl B üstəgələ C. Yəni 8 üzrə 8 üzrə 8. Bu da bizə 24 verir. Üçbucağın perimetri 24-dürsə. Bir də mənə deyir ki, perimetri 40. Perimetri bu perimetrə bərabər olsun. Yəni 24-ə bərabər olsun. Bunun perimetri, kvadratın perimetri 24-dürsə, kvadratın perimetrini necə tapırdıq? P bərabərdir 4 vur A. Burada perimetrim var, tərəfimi tapacağım. A 4 vur A bərabərdir 24. A da bərabərdir 24-dən çıxırıq 4-ünü, bölürük 4-ə, bizə verir 6. Deməli, D kvadratın tərəfi neçə santimdir? 6 santim. B variantı. Növbəti 3-cü suala baxırıq, 23-cü sual. 23-cü sualda da, 23-cü sualda. Burada yenə düzbucaq verir. Düzbucaqlının deyir ki, uzunluğu, düzbucaqlının uzunluğu 4,2 santimetrdir. Perimetri isə 16-dır. Düzbucaqlının perimetrini P bərabərdir 2 vurulsun, A üzərinə gəlsin 5 düsturundan tapırıq. Yaxşı, burada bir A yazırıq. Yaxşı. Deməli, nə edirik? Yazırıq 2 vur. 2 vur. A-nın qiymətini bilmirəm. Üzərinə gəlinsin. B-nin qiyməti 4,2 bərabərdir. Perimetrimin də qiyməti 16-dır. Buradan A üzərinə gəlinsin. 4,2 bərabərdir. 16-nı 2-yə bölürəm 8. A da bərabərdir. Toplanan cəm. Toplanan tapdıqda cəmdən toplananı çıxırıq. 8-dən 4,2-sini çıxdıqda 3,8 edir. Deməli, ayımda 3,8 idi. Ayımın qiyməti, yəni enim 3,8-dir. 3,8. Bu düzbucaqlının sahəsini tapın. S bərabərdir. Düzbucaqlının sahəsini necə tapırdıq? A'yı vururduq B-yə. Ayımın qiyməti 3,8-dir. B-min qiyməti 4,2-dir. Bunlar da bir-birinə vursaq, 1596. Vergündən sonra bir ədəd, vergündən sonra bir ədəd olduğuna görə üzərinə gəlsin 1, 2. Vergülümü elə qoymalıyam ki, yazmalıyam. Vergündən sonra 2 ədəd olsun. Yəni 15-dən %96 C variantı. Növbəti. Yaxşı. 24-cü sual. 24-cü sual normal tənlikdir. 4-ü vurubdur. 7x üzərinə gəlinsin 1, çıx 9, bərabərdir 135. Vurma əməlini olduğu kimi yazıram. 4 vuraq 7x üzərinə gəlsin 1, bərabərdir 135-in üzərinə 9 yazıram. 144. Yaxşı, buna mən bir dənə x kimi deyirəm. Yazıram 7x üzərinə gəlsin 1, bərabər 144-ü 4-ə böldükdə 3, 6, 36.
7x bərabər 36-dan 1-ni çıxırıq, 35. İkisində bərabər 35-i 7-yə böləndə 5. Düzgün variantımız C variantı olur. Növbəti 25-ci suala baxaq. Əziz şəkildə 25-ci sualda düz bucağı deyil. Düz bucağın 3/1 hissəsi ilə 9/1 hissəsinin cəmini tapın. Baxın, düz bucaq bilirik ki 90 dərəcə. Bunun iki yolunu deyəcəm sizə. 90-ın 1/3 hissəsini tapırsınız. Bir də 6/1 hissəsini tapırıq. Yaxşı, bu mənə verər 30. Bu da mənə verər 15. Sonra deyək ki, bunların cəmini tapın. 30-un da üzərinə 15-in gəlirik, 45. Uşaqlar, bu cür də yaza bilərik. Bu cür də yaza bilərik. Hər iki üsulda cavabımız doğru olacaq. Belə də yaza bilərik. 3/1-in üzərinə 6/1-ini gəlsəm, mənə verəcək 6-da 2, 2-nin də üzərinə 1-in gəlsəm, 3. 6-da 3. 6-da 3-ü də ixtisar etsək, 3-ə. Qalacaq 2/1-i. Yaxşı, indi deyək ki, düz bucaq. Düz bucaqda 90 dərəcə. 90-ın da 2/1 hissəsini tapsaq, 45. Hər iki üsulda doğrudur cavab. Düzgün cavabımız A variantı. 26-cı suala baxırıq. Bucaqlardan biri 83, biri 43-dür. O 3 bucağın, 3-cü bucağın, 3 bucağın daxili bucaqlarından 180-ə bərabərdir. Onda nə edirik? 180 sıx mötərizədə 83, üzərinə gəlsin 43. Bunların hamısı dərəcədir. Yaxşı, bərabərdir. 180 sıx 83-ün üzərinə 43-ünü gəlirik, 126 dərəcə. 180-dən 126-sını çıxanda 54 dərəcə bizə verir A variantı. Növbəti 27-ci suala baxaq. 27-ci sualda deyir ki, ABS kvadratı, baxın, nə qədər kvadrat oxşayacaq bilmirəm. Aha, ABS kvadratı budur. Bir də var KMPT. Baxın, uşaqlar, konkurent deyəndə deməli nə edirik? Bu bucaqlar, bu fiqurlar üst-üstə düşməlidir. Eyni olmalıdır. Eyni olmalıdır. Yaxşı, eynidir. Deməli, nə deyir bizə? Bu ABCD kvadratıdır. ABCD. Bu isə KMPT. Yaxşı. Uşaqlar deyir ki, aralı yazın. Aha. Deyir ki, KM 6 santimetrdir. Bura 6-dırsa uşaqlar, burada 6 olur. Yaxşı, bunun deyir ki, perimetrini hesablayın. Bunun perimetrini soruşursa, kvadratın perimetrini 4 vuraq, A kimi yazırıq. Üstüründən 4 vur 6 mənə verəcək 24. 24 də burada. 24 də burada. D variantı. 27-ci sualda cavab D variantı. Növbəti 28-ci suala baxırıq. Yə 28-ci sualda da deməli, burada B tapacağıq. Bölünən qismət. Böləni tapanda bölünəni bölürük qismətə. Yaxşı, bu mənə verər 8, 4, üzərinə ikisini gəlirəm 10. Yaxşı, çıxdıq 52. 52-ni 10-ca böldükdə 4. Düzgün variantımız C variantı. 29-cu suala baxırıq. Fermada deməli 123 dənə inək var imiş. Bundan 11 dəfə çox da qoyun var. Yaxşı. Deməli, inəklərin sayı 123-dür. 123. Qoyunların sayı deyir ki, bundan 11 dəfə çoxdur. 123-dən. 123-ü 11-ə vursaq, deməli, necə yazırdıq? 3-ü vurduq 3, 1-i 1-ə vururuq 1,
3'ü 1'ə 3, 5-lə də 2-ci cəmi 3. 1353, cavabımız 1353 deyil ha. Yaxşı, bizə deyir ki, indi bunların hər ikisinin cəmini tapın. 135-in üzərinə 123-ünü gəlsəm, 6, 7, 4, 1. 1476 düzgün variantımız D variantı olacaq. Növbəti 30-cu suala baxaq. Bu da məntiqli sualdır. Çıxma əməlində azalan 946 olarsa, bu çıxma əməlində çıxılanla fərqinin cəmini tapın. Uşaqlar, bilirik ki, azalan üzərinə gəlsin, çıxılan bərabərdir, fərq verir bizə. Buradan azalan necə tapırdıq? Azalan bərabərdir, fərq üzərinə gəlsin, çıxılan. Azalanın qiyməti 946-dır. Bu deyil. 946 deyir ki, fərqin üzərinə çıxılan gələndə tapın. Fərqin üzərinə çıxılan gələndə mənə azalan verir. Azalanımın da qiyməti 946-dır. Düzgün variantım D variantı olur. 30-da D variantı. 31-ci sualda 31-ci sualda deməli nə edik? 245 çıx 15-in üzərinə 17 gəlib. Vurub 5-ə bərabərdir. 15-in üzərinə A gəlib. Uşaqlar, deməli birinci mötərizənin için həll edirik. Yazırıq 245 çıx. Bura mənə verir 32. 32-ni 5-ə vurduqda, bura 32 edir. Birinci vurma əməl nedir? Yaxın mötərizə, sonra vurma. 32-ni 5-ə vurduqda alırıq deməli 0, 6, 16. Bərabərdir. 15 üzərinə gəlsin A. Yaxşı. 245-dən 160-ın çıxanda 85 olar. 85 bərabərdir. 15 üzərinə gəlsin A. Buradan A'yı da tapanda 85-dən 15-ini çıxırıq. Bizə verir 70 A variantı. Sonra yaxşı. Növbəti suala baxırıq. 30-cu sualda deyir ki, bir ədəd verib bizə. Deyir ki, deməli bu neçədir? 102.357.986 ədədindəki rəqəmlərdən hansının mərtəbə qiyməti ən böyükdür? Uşaqlar, baxın, təhlik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyon, 10 milyon, 100 milyon. Deməli, ən böyüyümüz elə biriymiş A variantı. Növbəti 33-cü suala baxırıq. 33-cü sualda deyir ki, Rum rəqəmləri ilə C, M, X, L, 4, yaxşı, 5, bu. Yaxşı, deməli, nə edirik uşaqlar? Biz bilirik ki, M, 1000 deməkdir. M-ın solunda ədəd olduqda çıxırıq, sağında olduqda toplayırıq. Bu da bizə 100 verir. Yazırıq ki, 1000-dən çıxırıq 100-ünü. 1000-dən çıxırıq 100-ünü. Yaxşı. 1000-dən 100-ünü çıxanda mənə verir 900. Yaxşı. Uşaqlar, deməli, bu X-dir, bu L-dir. X L olduqda L 50'dir. X 10'dur. Yenə dediyimizdə böyük ədədin solunda kiçik ədəd varsa toplayırıq. Sağında bir dəqiqə üzr istəyirəm. Böyük ədədin solunda sondakı ədəd kiçikdirsə çıxırıq. Sağındadırsa toplayırıq. Yaxşı. Deməli bu 50'dirsə 50'dir. Bu 10'dur. Ondan 50'dən 10'unu çıxaram. Yaxşı, 50 çıx 10. Buran da 1, 2, 4 onsuzda. Yaxşı, 50-dən 10'unu çıxırıq 40. Bu da onsuzda 4'dür. Bundan hər birini toplasaq 944 variantımız B variantı. Növbəti 34-cü suala baxırıq. 34-cü sualda məntiqli bir sualdır. Şifahi hesablama bu yaxşı düşünür. 34-cü sualda da nə edirik deməli? 34-cü sualda uşaqlar, baxın, mən nəyə fikir verdim? Mən burada gördüm ki, bir ədədin üzərinə 5 gəlib, 5 çıxıb. Deməli, bu ədədim elə 85 imiş. 5 gələndən sonra 90 olub, 90-ın üzərinə 63 gəlib. Deməli, ikinci ədədim də 63 imiş.
85'in üzərinə 63 gələcək B variantı olacaq. Düzgün variant. Növbəti 34-cü suala baxaq. Kirbit ilə dolu olan qutunun çəkisi 50 qramdır. Dolu qutunun çəkisi 50 imiş. Boş qabının çəkisi isə 15-dir. 50-dən 15-ini çıxırıq. 35. Mənə də deyir ki, kirbit çöplərinin ağırlığı nə qədərdir? 35 qram C variantı. Növbəti 36-cı suala baxırıq. Yaxşı. Santimetr, neçə metr? Yaxşı. Biz bilirik ki, 1 metrimiz 100 santimdir. 100 santimetr. Onda bunu da 100'ə bölərik daha. 100'ə bölsə 2 sıfır gedəcək. Qalacaq 9872 B variantı. 36 B. 37-ci suala baxırıq. Bu da yaxşı sualdır. Deməli deyir ki, şəkər çılındırından 16% qənd alınır. 450 ton şəkər çılındırından nə qədər qənd alınır? Bax, fikir versinizsə bizə cavab şərtimiz tonla verib. Misalımızda cavabı da tondan soruşur. Onu da elə normal həll edəcəyik. Deməli, 450-ni 16%-ni tapacağıq. 450-ni 16-ya vurub 100-ə böləcəyik. Burada sıfırlar getsə, 5-ə ixtisar etsəm 2 dəfə, 5-ə ixtisar etsəm 9 dəfə, 1 dəfə, 8 dəfə. 9-u 8-ə vursam 72. A variantı. 37 A. Növbəti 38-ci suala baxaq. Bir almanı 4 nəfər arasında bərabər bölsək, bu almadır. Bu almanı 4 nəfər arasında bərabər yerə bölsək, hər gün neçə alma düşər, hansı hissə düşər? Baxın, 4də 1, 4də 1, 4də 1, 4də 1. Bunun hamısını toplasaq, bizə verir nə? 4 verir. Onda cavabım olacaq, 1 verir, tam verir. Məndən də 4 nəfər arasında soruşduğuna görə 4də 1 A variantı olacaq. Qarışıq ədədi bizə deyir ki, adi kəsirə çevirin. Biz nə edirdik? 17 tam 3də 1-i necə yazırdıq? Məxrəc olduğu kimi qalırdı. 17-ni 3-ü 17-yə vurduq, üzərinə 1 gəlirdi. O da yəni edər 3-dən 3-ü 17-yə vursaq 51, üzərinə 1 gəlsək 52. 3-də 52 C variantı. C variantı olur. Sonuncu 40-cı sual baxaq. Uşaqlar, ədədin deyir ki, neçə sadə bölən? Sadə bölən deyəndə onun elə müxtəlif bölənlərini nəzərdə tutur. Baxın, 36-nı sadə vuruşlara ayırırıq. 10, 8, 2, 9, 3, 3, 3, 1. Yaxşı. Bunu necə yazırdıq? Bunu yazırdıq ki, 2-nin üzərində 2 vurulsun, 3-ün üzərində 2. Yaxşı. Burada neçə sadə bölən dediyinə görə 1, 2-dir, bir də 3-dür. 2-dən 3. 2 dənə A variantı. Yaxşı.